Salam, hər birinizi xoş gördük. Bugün yeni vlogla sizlərin qarşınızdayım. Dəyərli xanımlar, kənddən sizi salamlayıram. Kona mebelini tökürəm. İndi başlayıram işlərimi görməyə. Bunun içərisini sildim. Burası quruyub, indi örtüyünü serəcəm. Daha sonra isə digərlərini keçəcəm. Baxın, belə. Buralarına balaca belə skoç vurmuşam ki, baxın, belə balaca skoç vurmuşam ki, bax, belə qalsın. Dəyərli xanımlar, baxın, belə. Baxın, dəyərli xanımlar, bu hissəni də sildim. İndi buranı da yer eləyim. Təmiz halını sizə çəkim. Bu alt hissədir. Gördüyünüz kimi xarayəti sildim. İndi bunu əlbəttə qoyacağım aşağı. Buranı da sərgiyə salacağım. Baxın, buranı da belə sildim. Qabıların da üstünü sildim, içərisini sildim. İndi başlayacağım yerinə yığmağa. Baxın, belə hamısının üzəri yazılıdır. İndi bunların hamısını, bunların içərisində ərzaqlarımız var. Ən ön hissədə də belə lazım olanları ön hissəyə qoyuram ki, qaynatam əlinə atanda tez-tez, yəni istifadə olması şeydir. Bunları da belə qoyuram ki, rahat əlinə atanda rahat olsun onun üçün. Baxın, belə, burada duzdur, çaydır, burada mərcidir. Sabah bunun bir hissəsini bişirəcəm. Biraz da qreçka bişirəcəm, qoyacam hazır onun üçün. Yəni sabaha da nə eləsəm sizinlə bərabər bölüşəcəm. Baxın, belə bu cürünü. İndi keçirəm alt hissəyə. Əzizəm, xaladenik də sürtdüm. Baxın, hər şeyi belə çıxartmışam. Xaladeniki sürtdüm, qəşəng. Baxın, üstünü, altını, üstünü, önünü, böyürlərini, hamısını alt hissəsində sildim, təmizlədim. Burada da ki, vərəqə var idi, etiketi, o da pozdum. İndi Allah qoysa bunun üzünə üzlük taxacam ki, üzlüksüz qalmasın. Baxın, belə. Tərtəmiz, təmizlədim. Bu da çoxdanındır, bu ləkələr çoxdanındır. Onlar getmirlər. Baxın, belə. Əzəm, bu neçə ilin xaladenikdir. Görürsünüz, aşağı nahiyəsində pas atır. Bu ləkələr də çoxdanındır. Amma baxın, içərdən görürsünüz, tərtəmizdir. Baxın, burada sarı ləkə var. Özü çoxdanın sarısıdır. Baxın. Baxın. Görürsünüz, o çoxdanın sarısıdır. Tərtəmiz oldu. Ürəyimə yatdı. İndi başlayacağım içini doldurmağa. Deməli, əzizlər, baxın. Belə qreçka bişirmişəm. İçində də xırda-xırda belə ətlər didələmişəm. Sonra belə toyuq ətini bişirmişəm. Baxın. Baxın, belə. Göy gərçini, ondan sonra kəkotunu da vurmuşam. Baxın, belə. İndi bunları qoyacağım xaladenikə. Sonra da keçirəm öbür yeməkləri bişirməyə. Baxın, belə, buranı bitirdim. Daha sonra isə, baxın, burada hazır. Ondan sonra, baxın, burada hazır. Baxın, burada hazır belə. Bu gördüyünüz isə, baxın, bu gördüyünüz isə, bu. Onun içində çay dəmləyirəm deyə elə qoymuşam ki, papa üçün rahat olsun. Ondan sonra, baxın, bir anda belə yığdım. Tərtəmiz. Ondan sonra, baxın, qapaqlarımı da belə qoydum bura. Sonra buranı da baxın, belə yığdım. Baxın, belə hazır. İpimi götürüm özümlə. Belə hazır. Sonra burada belə qrafinkalarımı qoydum. Apteçkamı yığmışam.
Baxın hanımlar, burada belə. O da istifadə elədiyimiz. Baxın belə. Burada balıqdır, hazırdır. Burada gördüyünüz kimi qreçkalardır, toyuq ətidir. Burada düzəltdiyim şordur. Burada bir başqa yeməkdir. Burada olca kompot eləmişəm. Ənciridir, bu da mürəbbədir. Bu da yumurtalarıdır, belə ayrı qoymuşam. Baxın belə. Hamısını hazır yığdım. Orada da kloklarını yığmışam. Xaladenikdə belə sildim, təmizlədim. İşte bununla da bitirdik. Değerli xanımlar, bununla da işlərimizi bitirdik. O da qrafenka kimi istifadə edirəm. İçinə su tökürəm. İndi gətirib onu da suyunu tökəcəm, hazır qalsın. Burada da baxın belə. Hamısı hazır, tərtəmiz. Baxın belə təmizləmişəm. Yeri də ki silmişəm. Buranı da belə Burada belə hazırdır. Dəyərli xanımlar, onları toz soranlamışam. Bunlar yuyulmağa gedəcək. Bir də bu xalçam yuyulmağa gedəcək. Baxın belə. Buralarda yadım. Orada da toz soranlarımı yumuşam, qoymuşam ora. Bu da belə, bu da burada aşıb. Hazır. Baxın belə hamısını qəşəng təmizlədim. Ondan sonra beşqalar indi qalıb üstünə eləyəcəm. Baxın belə. Burada çaynikimi yudum, tuz qablarımı yudum, qoydum ora. Polkalarımın hamısını sildim, təmizlədim. Bir dənə qalıb. Buradakı özündən alınandan elə qaradır rəngi. Bunları sürttüm. Pesok qabının zadına geçe sürttüm, doldurdum. Bu qabların da içini dəyərli xanımlar ağzını açıq koydum ki içine hava oynasın. İçlərini də boşaltdım. Qaz peçimi də sürttüm. Umanikin içini də sürttüm. Baxın belə. Stəkanlarımı geçe yudum, təmizlədim, yığdım. Bu da stolun üstü belə. Burada da kartof soğan qabını geçe yudum. O kloklar, təmiz klokları da ayırdım, geçe yığdım içine. Ondan sonra xalçanın içini təmizlədim. Ərzaqlar istifadə olundu. Hamısını yığdım. Bu isə ikinci vloqumdur. Sizi ikinci vloqumla salamlayıram. Deməli, hamam, bir xorcu, bir də ayaq yoluna geçək. Ayaq yoluna geçək. Birinci qurumunu aldım. Düzüləri görürsünüz xanımlar. Birinci qurumunu aldım. Ondan sonra kirini aldım. Daha sonra isə şampunlu su düzəltdim qəşəng. Şampu suyla yudum, duruladım. Ondan sonra da quruladım. Bir dənə qaldı unitazla yer. Unitazla yerdə bu durusuydu. Sonra xanımlar ləyəni yudum. Bu istifadə eləmişəm bu suyu. Təzədən doldurdum. Şampunla qəşəng acılı su elədim. Divarlarını yedim. Unitazım qırılıb deyənə papam düzəldirdi. Ona görə hələ unitazı yumadım. Yeri qapının çərçivəsini sildim. Qapını sildim. Hamamın ondan sonra qapısını, kabellərini zadını sildim. İçərisini qəşəng sildim. Ondan sonra bir xorcan belə şampunladım. Yeri görürsünüz xanımlar, bütün elə dikir. Birinci əvvəlki, sonraki halını sizə göstərəcəm. Burada şampunlamışam. Yerdən aşağı kapelini şampunlamaq qalıb. Onda şampunlayacağım. Baxın, bu əvvəlki halıdır. Görürsünüz, bu əvvəlki halıdır. Sonra da təmiz halını indi bölüşəcəm sizinlə. Baxın belə. O da uğurumdu. Onu da koydum. Burada kalsın. Patologu silmişəm. Gördüğünüz kimi kafeleri silmişəm. Ondan sonra yerini de sildim. Əşyaları da səlqəli yığıb hamamla da işlərimi bitirdim.
Daha sonra isə həyəti süpürəcəm xanımlar. Bu da unitazın əşyaları da yığmışam səbətin içinə. Onun altındakından evləri silirəm. Üstəkindən də hamam tualeti silirəm. Şotkularım da ayrıdır, əskilərim də ayrıdır dəyərli xanımlar. Hamısını acele suya qoydum. Astım çöldən ki, havalansın, nəmli qalıb iyi gəlməsin. İndi yeri də qəşəng yuyacam, təmizləyəcəm. Bununla da hamamla işlərimi bitirdim. Gördüğünüz kimi oranı da bitirdim tertemiz. Şimdi qalıb buranı deliyim. Şimdi buranı da bir tərəfi qalıb buranı da elədim. Amma o təmiz halını çəkməmişəm. Baxın belə. Bir də qəşəng həyətimi süpürdüm, suladım. Artıq şeyləri daşın üzərindən götürdüm. Axırda da zibilimi atdım. Bundan da kənddəki evimin işləri bitdi. Yeni vlogda görüşmək ümidi ilə hələlik.